Onların dalında varlı ve imkanlı adamlar dayanır. Ona göre ki onlar kiminsə qohumlarıdır. Ona göre ki kiməsə arxalanırlar. Dözülməz bir haldır. Mən buna dözə bilmərəm. Həbs eləməlisiniz onları dərhal. Mən sizə demişəm bir neçə dəfə. Məfsuslar olsun ki, hər dəfə gərək deyəm. O plyonkalarla olan maşınlar. Neçə dəfə mən demək. Kimdilər onlar? Məndə siyahı var. Kimdilər? Orada bir dənə də sadə adam tapmaq çətindir. Ya dövlət məmurları, ya böyük vəzifə sahiblərinin qohumları, ya Milli Məclis üzvlərinin qohumları, ya da ki böyük biznes sahiblərinin. Kimdən onlar artıqdırlar? Nə üçün onlar plyonkalı maşınlarla gəzməlidirlər? Kimdən onlar qorxurlar? Xalqdan qorxurlar. İndi əgər onun maşında görsələr ona nə olar? Əriyər. O nədir ki onun üçün cərimə? 100.000 dollar dəyərində maşını olan o 100 dəfə o cəriməni verə bilər? Heç vermirlər. Onları başqa cürə mən cəzalandıracağım. Onlar o arxalanandıqlarını mən cəzalandıracağım.